Yeni Yasamalda hər deyəndə belə bir ideal mənzil satışa çıxarılmır. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində yeni inşa olunmuş 20 mərtəbəli binanın 18-ci mərtəbəsində ümumi sahəsi 150 kvadrat olan qanuni 4 otaqlı, ideal təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil hal-hazırda 5 otağa düzəlibdir. Bütün otaqlar geniş və işıqlıdır. Mənzilin 4 dənə eyvanı var. Dəyərli izləyicilər, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, yeni inşa olunmuş 20 mərtəbəli binanın 18-ci mərtəbəsində. Ümumi sahəsi 150 kvadrat olan qanuni 4 otaqlı, 5 otağa düzəlmə, ideal təmirli bir mənzildir. Binanın qazı suyu işığı daimidir, mənzilin sənədi kupsadır, ipotekaya yararlıdır. Mənzilin qiyməti 244 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.